يا أهل الديار إلى المقابر. آمين. اللهم اغفر آمين. محمد وآله وسلم. الفاتحة. الله. اللهم صل على محمد وآل محمد. السلام عليك يا صاحب القرب. اللهم صل. Allah cəm şəhidlərimizdən. Amin. Allah cəm olsun. الفاتحة. Allah valideyne rahmet eylesin inşallah. Amin. Allah rahmet eylesin inşallah. اللهم صل على محمد وآل محمد. اللهم اغفرهم بحق محمد وآله وبالفاتحة. Allah. Bismillah. Allah'ım salli. Allah cəm şəhidlərimizə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qarını da, valideynlərini də, qardaşını da, toprakdan köçənlərin hamısına rəhmət eləsin. Allah ziyarətinizi qəbul eder. اللهم صل على محمد وآل محمد. السلام عليك يا شهيد. اللهم اغفره وإيانا ولوالدي الحاضرين بحق محمد وآله وبالفاتحة. اللهم صل على محمد وآل محمد. اللهم اغفرهم Allah rahmet eylesin. Allah dünyalarını versin. Allah rahmet Sayın Kâbi nimet Allah la tasbih. Allah'ın nimetten hayırlı sahip kalma olmaz. Bu güzelliği Allah bize bahşediyor. Dünyanın heç yerində belə gözəl rayon yox. Azərbaycanın mən çox rayonlarında işləmişəm də. Söylə adamlar başqa rayonları görmüyor. Belə gözəl rayon heç yerdə Tabii Allah'ın yoxdur da. Amma bizim rütubətliyimizdə ən az cəlılıqda buraxılıq həddindən artıqdır, burada normal. Heç bir rayonda həm belə dağlar, həm belə düzənlik, həm belə dağlıqdır. Bax, rəssam elə bir rəssam tablo çəkib ki, heç bir qüsur yox. Rayonumuz gözəldir ki, SSR dövründən sonra sizi təkrarən bizə yadigar göndərir. valla biz insanlar bütün ili kıran biz, dağıdan biz, sökən biz, yandıran biz, amma Allah əvəzi. Allah bərəkət verərsə, o Əleyhisselamın müjdəsindən bir hədisi var. Bir qurdla qoyunu müqayisə edəndə deyir ki, qurd il ərzində hər bala verəndə 6 bala verir, 5 bala verir. Amma qoyun olmasa il ərzində uzaqlaşında 2 dənə verir. İndi hər verəndə cüt versə 4 dənə verir. Qurdun balasını kəsmirlər,
Amma qoyunun balasını kəsirlər. Amma Qurdun sayından, qoyunun sayına baxanda qoyunun sayı qurdun sayından çoxdur. Allah gör necə bərəkət verir. Qoyunu kəsirsən də, yeyirsən də, amma qurtarmır. və 2 gün bundan əvvəl tezlərdə çıxıb yapacağımda heç nə yox. Ömrüm yetişəm, gelirsən qoy gör Allah. Allah necə bərəkət. Bütün qulaqlarda gəldi. Allah çox bərəkət verən Allah. Şükür çox gözəl. Allah deməli bütün də əsasında insanlar bu torpağı bəzəyir. Sizlər bu torpağın Allah şəhərlərindən rəhmət eləsin. Gedir əlbəttə torağları ziyarət edir. السلام عليك يا صاحب القبر اللهم اغفره وعينا ولوالديه الحاضرين بحق محمد وآله وبالفاتحة بسم الله الرحمن الرحيم اللهم صل على محمد الله رحمة رسول الله الناس المسلمين الله لا يحزن حتى شنو ان شاء الله المساء على المساء قيامة المساء الله كرم الناس Çox insanlar, dahi insanlar. Burası çox yaxşı, bərəkətli torpaqdır. Həm mənəvi tərəfdən, həm də fiziki, həm də maddi tərəfdən. عليك يا صاحب الحق اللهم اغفر لنا بالفاتحة اللهم صل على محمد محمد وآل محمد السلام عليك يا شهيد اللهم اغفر لنا ولوالدي الحاضرين بحق محمد وآله وبالفاتحة Allah cəmi şəhidlərimizə Allah rəhmət etsin. Allah qılanlarına can sağlığı versin. Cenab-ı Başkanım, sizin bu adım bizim için çok önemli karar. Bir daha sübut ederiz ki hakikaten devlet bizim arkamızdadır. Çok sağ olun, çok var olun. Hem de o eve geleceği çekildi. İntihari minnettarlığımı bildirirəm. Cenab-ı Bizim başta olmalı. Sizə və sizin kollektivə öz minnettarlığımı bildirirəm. Bugün Çok sağ olun. nerede biz Heydər Əliyevin anadan olmasının 103. il dönümünü qeyd edirik. Əlbəttə hamı xatırlayır keçmişi, onun siyasi varisi, hörmətli prezidentimizi xatırlayır, onun gördüyü işləri. Hamı bir ağızdan vurğulayır ki, Heydər Əliyevin məfkurəsi, Heydər Əliyevin fəlsəfəsi, bütün həyatının mənası onun mərkəzində insan faktoru dururdu. İnsan, əsas insana qayğı idi. Bugün bizim prezidentimizin şəhidlərə, qazilərə, hərbiçilərə göstərdiyi diqqət həmin o fəlsəfənin bariz nümunəsi budur. Bizim elədiklərimiz hamısı prezidentin bizə verdiyi tövsiyələrdir, göstərişlərdir. Bizim elədiklərimiz o məqsədədir ki, dəfələrlə demişik, bir də təkrar edirəm. Şəhidlər əslində şəhid olanda ölməyiblər. Onlar unudulsalar əgər öləcək. Biz gərək onları ölməyə qoymayaq. Bax, bu gözəl cavanlara göstərməliyik ki, bu cavanlar görməlidirlər ki, şəhidlər necə ali bir insanlardır. Onlar elə bir zirvəyə yüksəliblər ki, bizim çiynimizdə də haqq qoyublar, onları daim xatırlamalıyıq. Onların da əmanətləri bizdə kimlərdir? Onun ailələri, qalmış valideynləri, övladları, şəhidləri. Bizim də borcumuz onlar haqqında qayğı çəkmək, əlimizdən gələni eləməkdir ki, bu da olsun prezidentimizin göstərdiyi dövlət siyasətinin yerlərdə həyata keçirilməsinin nümunəsi. Çok sağ olun. Siz Çok sağ var olun ki, belə evlad tərbiyə eləmisiniz. Dünyasını Borcumuz, dəyişmiş şəhid borcumuz. ailələri, şəhid valideynlərinin hamısını Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günümüzü, güzəranımızı, bu azadlığı, bu firavanlığı bizə bağışlayan onlardır. Əgər o da olmasaydı, ta birinci müharibədən olan şəhidlərimizin qanı yerdə qalmadı.
Bu şəhidlərimizin qanı yerdə qalmadı. İkinci müharibədə şəhidlərimiz zəhmət çəkdilər, öz canlarını fəda verdilər. İndi Azərbaycanın hər qarış torpağı bizimdir. Amma əvvəldə belə deyildi. Bizim də borcumuz onları həmişə xatırlamaqdır, yad eləməkdir, onların qalan varislərinin hamısı hörmətini uca saxlamaqdır. Bir də onların xatirəsinə ehtiramımızı bildiririk. Bu bizim borcumuzdur və bizə bu əgər bizim əlimizdən bu gəlirsə bu bizim üçün böyük şərəf. Bu elə bizim üçün böyük dayanır. Sağ olun. Başqa başçı gəlir, Qəbrəsazdan yolu tanımırlar. Allah canınızı salamat eləsin, Allah ömrünüzü uzun eləsin. Yeganə başçıdır ki, Bəli, bizim büyük qəbristanlığımızı Hər 4-5 gələndə gəlir ziyaret edir. Çox sağ olun. yüzdə demək olmaz. Vallahi. Gürcan baba da gələn oldu. Sizə qədər gələn olub da. Allah cümləniz olsun. Sağ olun. Burada da alimlərimiz var. Rəhmət eləsin. Allah atalarına rəhmət eləsin. Allah ölənlərlə rəhmət eləsin. Allah qalanları saxlasın. اللهم صل على محمد وآل محمد السلام عليك يا صاحب القبر اللهم اغفره وإيانا بحق محمد وآله وبالفاتحة Atalarına da rəhmət eləsin. Nasır müəllimə də qalanların zəhmət. Allah kifayət olsun. Sağ olun. Allah razı olsun. Allah razı olsun. اللهم صل على محمد Allah rəhmət eləsin. Allah rahmet eylesin. Allah kulun yasır versin. Allah cəmaat Can ölenlere de rahmet eylesin. Allah kömürler versin. Allah size can sağlığı versin. Allah kömürler versin. Allah razı olsun. Allah Yaxşı bir münasibət tapıb oturacaq. yaxşı oxu, yaxşı, gözəl, vətəndaş ol, vicdanlı insan. Hər şey qalacaqlar ki, Allah şəhətlərimizə Sağ olun. Çok dua Hadi edin. sen benim kaçtan kalan varım bir tane. Allah nasip ederse inşallah fazla bir yerde. Qonağımız ola bilər. Sağ olun, Allah ziyarətini qəbul eləsin. amin, hamı, sağ olun, səlamət.